Ha. Qasım kişi. Bəli. Buyurun, eşidirəm. Ha. Uşaqdan, zətdən nəyim var ay Qasım kişi? Evin, eşiğin. Ağacda yaşamırıq. Sağlığımıza evimiz de var, eşiğimiz de var. Arvaçağımız da var. Kubik daşlar 2 mərtəbəli bir ev tikdirmişəm vallahi, içində at mincap. Bir demir darvaza koydurmuşam ki rayonda tayı bərabəri yoxdur. Elə 2 göz istəyir gəlsin tamaşasına. İki mərtəbəli ev. Bəli, 2 mərtəbəli ev. Dəmir darvaza. Demir darvaza. Həyətdə hovuz. İstesem hovuz da olar. Hovuzun içində balıq. Lap belə qızılından. Qasım kişi. Uşaqlardan işləyəni var. Xeyr, işləyəni yoxdur. Elə özüm işləyirəm. Məlumdur. 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 Deyən görürüm. Necəni məlumdur? Nə məlumdur, hə? O həyət bacanı 2 mərtəbəli evi dəmir darvazanı Samasvatda işləməklə düzəltmisənsə diribaş adamsın. Buyurun. Buyurun. Başka bir kulluğunuz yoldaş Dadaşov. Qulluq olanda çağırtdırırıq, göt. Başla. Buyurun. Geç. Özünde buralarda o. Fəthi düzdür, lazım olacaksın. Aç. Selamünaleyküm. Selam Mülük. Açı. Ne oğlum? Her iş ne olmuyor ancak. Naçani poysan sen. Akı ne olup be ya? De, boy. Deyirəm naçani poysan sen. Aa. Demir yolunda çoktan işleyirəm. Ha yok. Ha yok. Fatih. Açı, deyirəm ki sen bu naçani poyz neçə il işləyirsən? Aa. Akı bu sual. Ha. 5 yıldır Naçanik Fuat vəzifəsində işləyirəm. Həmişədən mükafat almışam. Ayıp o mükafata. Səhvini düzəldər inşallah. Açı, senin vagonuna minmeye de peşman olmuşam. Bu restoranda bir lokma çöre de yok, ağzına atasan. Bağışlayın, dizi restorana malı biz vermirik. Bu barədə bizim taksirimiz yoxdur. Ne lazım olsa təşkil edərik mən ölüm. Kişiler, sərnişinlərin qaygısına qalmaq lazımdır, sərnişinlərin. Ben özüm için demirim. Ben lazım olsa her sırasında bir kulaklık teşkil ettirerdim. Sana diyorlar ki, bu dadaşım, yaxşı adam değiliz. Bu dadaşım. Bu dadaşım. Beni halları görəndə özünü lütfen saklasın. Hər nə lazımdır. Təşkil edərik mən ölüm. Bağışlayın. İstemiyorum. İstemiyorum. Ha. Fatih kalk. Ha.
Deyirəm, bəlkə bir maraqlı söhbət eləyəsən Sabit mən. Hə, pis olmaz. Bağışlayın, mən maraqlı söhbət eləyə bilmərəm. Vah, vay be, o səhnədə televizorda danışırsan, deyirsən elə, ha? Ha, nə olardı? Burada da. O səhnədir də. Özgənin yazdıqlarını deyirəm. Əzbərləyib çıxıram tamaşaçıların qabağına. Nə olsun? Nətər eləyəndir? Elə bil ki, burada bir balaca bir səhnədir, ha? Ha? Olur, Sən də bir yaxşı deyirsən, biz qulaq asırıq, nə olasıdır ki? Buna doğrudan da səhnə hesab eləyə bilərəm. Amma mən də tamaşaçıyam, söz sizindir. Buyurun. Hayf ki, başkalarının sözünü ezberleyə bilmirəm. Bir kitab söz əzbərləyib, o boyda cəmaatın qabağına çıxmaq özü böyük bir hünərdir. Bax, doğrudan Doğrudan, özü də hər kəsdə olmayan bir hünər. Qasım kişi, icazə bir... Ha kişi, səni bura vəkil qoyublar, nə qoyublar da? Oy. Ha. Deyirəm bəlkə bir... Bəlkə bir şeir oxuyasan qulaq asaq. Yaman deyirsən o televizorda. Yenə o bağ olaydı, yiyib içmək olaydı, tar çalaydı. Yaman deyir ona. Denən də qulaq asaq, nə olar Sabit mənim? Yolda gedirik. Hə? Hə, bu olmaz ki. Mən... Sənin elə şairlər var ki, desəydim ki, gəl otur burada, şeir yaz. Çernini qurumamış, mənə oxu gəlib oxuyardın. Nə olur, nətərdir ki? Deyirsən də. Şeir yaxşı şeydir, onun da gərək xiridarı ola. Bura şeir məclisi deyil, ha, şeir məclisi deyil. Qasım kişi, icazə ver mən deyim ki, bura nəyin yeridir, nəyin yeri deyil. Səhvin düzəldər inşallah. Fatih qalx. Ged oradan 3-4 nər getir görüm. Ha.